Ramiz müəllim Quliyev. O da xəstədir. Xəstəxanaya yerləşdiriblər. Gözəl Tarzanimiz, Azərbaycan Respublikasının xalq artisti. Düzdür, bəlli yaşı var Ramiz müəllimin, amma artıq biz istəyərdik onu səhnədə görək, tar əlində ifa eləsin. Bəli, xalq artisti Tarzan Ramiz Quliyev xəstəxanaya yerləşdirilib. Bu barədə reportaj xalq artistisinin oğlu dirijor Əyyub Quliyev məlumat verib. Onun sözlərinə görə müalicə prosesi Heydər Əliyev Fond tərəfindən nəzarətdə saxlanılır. Mən həmişə düşünürəm ki, yaxşı ki, bu fond var da, Heydər Əliyev adına fond var. Azından, məsələn, maddi durumları aşağı olan, sosial durumları aşağı olan, səhhətində problemləri olan insanların yanında olur. Onlara maddi dəstək olurlar. Həmişə dua edirəm ki, xəstələnməyim. Deyirəm, yəqin ki, məndə ciddi bir xəstəlik olsa, mən düşünürəm ki, mənə də, bilmirəm, olar, olmaz. Mən düşünürəm ki, mənə də maddi, təbii ki, pulun bizə vermirlər. Pulu təbii ki, xəstəxanaya, klinikaya ödəyirlər, onların hesablarını ödəyirlər. Düşünürəm ki, yəqin o diqqət qayğı Sara Səfurəyə də olar. Hazırda səhhətində müsbət dinamika hiss olunur. Yaxşıya doğru irəliləyişi var. Yəni, yaxşıdır. Əsas məsələ böyrəkləri idi. Onlar da funksiyalarını bərpa edib. Təbii ki, Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna Əyyub Quliyev, Ramiz Quliyevin oğlu minnətdarlığını bildirib. Mən bilirəm ki, Ramiz Quliyevin yüksək şəkəri də var idi. Çünki biz bir sayılı poliklinikaya gedirik, onlarla biz qonşuyuq. Daima orada onu görürdüm, bir sistem, iynə vurdururdu şəkərinə görə. Bir neçə dəfə söhbət etdik. Dedi ki, bəli, şəkərim yüksəkdir, əziyyət çəkirəm. Allah şəfa versin sizə, Ramiz Quliyev. Ramiz müəllim, biz sizi çox istəyirik.